Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çoxalma və inkişaf mövzusu haqqında danışacağıq. Bilirik ki, canlıları cansızlardan fərqləndirən xüsusiyyətlərdən biri də çoxalma idi, çoxalma və inkişaf etmək. Yəni insan da digər plasentalı məməlilər kimi diri bala doğmaqla çoxalır və biz insanın çoxalmasını 3 mərhələyə ayıra bilərik. Birinci qametin yaranması, ikinci mayalanma, üçüncü isə inkişaf. İndi gəlin əvvəlcə insanda olan cinsiyyət hüceyrələri ilə tanış olaq. İnsan ayrı cinsidir, qadın, erkək deməli yaranan cinsiyyət hüceyrələrinə görə fərq edirlər. Deməli dişi yumurta hüceyrə, erkəkdə isə spermatozoid hazırlanır. Deməli yumurta hüceyrə, spermatozoid yarandığı orqanlar cinsiyyət vəzləridir. Biz demişdik ki, cinsiyyət vəzlərimiz qarışıq sekresiya vəzləridir. Yumurtalıq və toxumluq. Yumurta hüceyrə yumurtalıqda, spermatozoid isə toxumluqda hazırlanır. Nəyə görə biz bunlara qarışıq sekresiya vəzsi deyirik? Çünki yumurtalıq həm hormon hazırlayacaq, estrogen, progesteron, həm də yumurta hüceyrə. Xarici sekresiya funksiyası yumurta hüceyrə hazırlanmaqdır. Daxili sekresiya funksiyası isə estrogen, progesteron hormonları. Həmçinin toxumluqda həm deməli hormon hazırlayır, testosteron, androgen, həmçinin də spermatozoidin yaranmasına həyata keçirir. Bu da belə, deməli indi ayrı-ayrılıqda kişi və qadın cinsiyyət orqanlarının haqqında danışacağıq. Birinci asan olduğu üçün kişi cinsiyyət orqanlarından danışıram. Deməli xayalar toxumluqlara aiddir bura. Xayalıqlar, axacaqlar, toxum kisəcikləri, prostat vəzi və xarici cinsiyyət üzvü aiddir. Şəkildə hər biri aydın göstərilib. Mən burada danışmaq istəyirəm əsas prostat vəzi haqqında. Prostat vəzi hormon hazırlanmır. Prostat vəzi yalnızca bir maye ifraz edir. Hansı ki bu maye spermatozoidlə birləşir və əmələ gəlir sperma. 1 sm kub spermada 20-60 milyon spermatozoid mövcuddur. Soruşa bilərsiniz bu maye nə işə yarayır? Maye həm qidalandırıcı mühitdir, həm də bu spermatozoidlərin hərəkət edə biləcəyi bir mühitdir. Və sperma açılır deməli sidik kanalına, sidik kanalı isə cinsiyyət üzvü vasitəsilə xaricə açılır. Biz burada gördük ki, cinsiyyət üzvü həm spermanı, həm də sidiyi xaricə çıxaran orqandır. Spermatozoidin də quruluşuna baxaq. Yumurta hüceyrənində baxın, spermatozoid şəkildə gördüyünüz kimi hərəkətlidir, ən kiçik hüceyrədir və hüceyrə mərkəzi var. Burada bir şəkildə var, bir dəqiqə. Aha, baxın, başcıq, boyuncuq və quyruq hissədən ibarətdir. Bu isə yumurta hüceyrənin quruluşudur. İndi fərqli şəkildə deyəcəm. Baxın, spermatozoid hərəkətlidir. Yumurta hüceyrə isə hərəkətsizdir. Spermatozoid çox kiçik ölçülüdür. Yumurta hüceyrə isə ən iri hüceyrədir. Amma yenə də mikroskopikdə, yəni gözlə görmək olmur, amma iri hüceyrədir. Hüceyrə mərkəzi spermatozoiddə var idi, yumurta hüceyrədə isə yoxdur. Bu da yumurta hüceyrənin quruluşudur. Belə, indi qadın cinsiyyət orqanları haqqında danışacağıq. Qadın cinsiyyət orqanları xarici və daxili olmaqla ayrılır. Biz daxili cinsiyyət orqanlarına nəzər yetirəcəyik. Baxın, burada gördüyünüz hər biri bir cüt yumurtalıq. Burada gördüyünüz uşaqlıq borusu, bir cüt uşaqlıq borusu. Burada uşaqlıq boynu və uşaqlıq yolu aiddir. Bunların hamısı daxili cinsiyyət orqanlarıdır. Gördüyünüz kimi yumurtalıqla uşaqlıq borusu 2 ədəddir, digərlərindən isə 1 ədəd. Qadın cinsiyyət orqanları çanaq boşluğunda yerləşir. Deməli, biz buradan gördük ki, qadında 4 boşluqda hormon ifraz edən vəzi var. Kəllə boşluğunda, döş boşluğunda, qarın boşluğunda və çanaq boşluğunda. Bunu nəyə görə vurğulayıram? Çünki kişidə yalnız 3 boşluqda hormon ifraz edən vəzi var. Çünki toxumluq çanaq boşluğunda yerləşmir. Demək ki, kişinin çanaq boşluğunda hormon ifraz edən bir vəzi yoxdur. Prostat vəzi də hormon ifraz etmir. Buna əsasən deyirik ki, kişidə 3 boşluqda hormon ifraz edən vəzi var. İndi yumurta hüceyrə dedik. Deməli, doğulan zaman hər bir deməli yumurtalıqda 400.000 folikul olur. Nə deməkdir folikul? Yetişməmiş bir qovuqcuqdur, yetişir və içərisindən yumurta hüceyrə
yaranır. Baxın, qovuqcuq yetişir, partlayır və içərisindən yumurta hüceyrə çıxır. Və ömrü boyu bunlardan yalnızca 350-500-ü yetişir. Hər ay, indi ovulyasiya haqqında geniş danışacağam, hər ay yumurtalıqlardan birində bir yumurta hüceyrə inkişaf edib boruya düşüb burada yetişir. Yumurta hüceyrə mayalanır, yeni bir orqanizmə başlanğıc verir. Demək ki, başlanğıc bu qovuqcuqdandır. Doğulan zaman hər yumurtalıqda 400 min ədəd olur. Bunun yalnızca 350-500 ədədi yetişir. Yəni bu follikulun, qovuqcuğun içərisində yumurta hüceyrələr gizlənib. Hansı yetişib partlasa onun içərisindən yumurta hüceyrə çıxacaq. Bu yumurtalıqdakı follikullarda yumurta hüceyrə yetişir. Yumurta hüceyrə düşür uşaqlıq borusuna. Burada yumurta hüceyrə tam yetişir, mayalanma baş verir. Mayalanma baş verdiyi andan zigot rüşeymə çevrilir və rüşeymin ilkin inkişafı da boruda gedir. Demək ki, yumurta hüceyrənin tam yetişməsi, mayalanma, həmçinin rüşeymin ilkin inkişafı uşaqlıq borusunda baş verdi. Sonra deməli, bunları dedik. Ovulyasiya dedimsə, ovul sözünün mənası yumurta deməkdir. Ovulyasiya follikulun yetişib partlaması və yumurta hüceyrənin buradan xaricə çıxması deməkdir. Bu dediyim kimi hər ay yumurtalıqlardan birində baş verir. Demək ki, aybaşı siklini biz 28 gün dediyimizə görə 365-də 28-ə böləndə təxmini 13 eləyir. Yəni demək ki, ildə 13 follikul yetişir. Təkrar edirəm, ovulyasiya follikulun yetişib partlaması və bunun içərisindəki yumurta hüceyrənin çıxması deməkdir. Gəlin indi buna şəkildə baxaq. Baxın, qovuqcuqdur. İçərisində yumurta hüceyrə yetişib partlayır, yumurta hüceyrə xaricə çıxır. Həmçinin burada. Deməli, artıq yumurta hüceyrə yetişib partlayan kimi sarı cisim qana hormon ifraz etməyə başlayır və sarı cisim bəs nə işə yarayır, nə üçün qana hormon ifraz edir? Sarı cisim ümumiyyətlə müvəqqəti daxili sekresiya bəhsidir. Baxın, yumurta hüceyrə yaranan andan sarı cisim növbəti follikulun yetişməsinin qarşısını alır və uşaqlığı hazırlayır ki, bura implantasiya baş versin, yəni gəlsin bura rüşeym yapışsın. Sarı cismin funksiyası budur. Ən əsas növbəti follikulun yetişməsinin qarşısını alır, həm də uşaqlığı hazırlayır ki, bura yapışsın. Niyə növbəti follikulun yetişməsinin qarşısını alır? Ümumiyyətlə, qadın orqanizmi hər ay uşağın yaranması üçün, uşağın doğulması üçün çalışır ki, mayalanma baş versin, uşaq dünyaya gəlsin. Uşaqlığı da bunun üçün hazırlayır. Və deyir ki, qoy bir follikula yetişib partlayıb, yəni bir yumurta hüceyrə var. O birisi hələ dayansın, görək mayalanma baş verəcəkmi, hamiləlik olacaqmı? Ona qədər sarı cisim öz funksiyasını yerinə yetirir. Və deyə bilərik ki, sarı cisimlə hipofiz bir-birinə əks təsir göstərirlər. Çünki hipofiz follikulu yetişdirən bəzidir, sarı cisim isə bunun yetişməsinin qarşısını alan bəzidir. Deməli, follikul partladıqda artıq yumurta hüceyrə boşluqdadır, qarın boşluğu, bədən boşluğundadır. Bu, deməli, uşaqlıq borusu ilə 4-5 gün hərəkət edir. Deməli, burada yetişdi, partladı. Bu boru ilə 4-5 gün hərəkət edir. Sonra düşür uşaqlıqda 2-3 gün sərbəst qalır. Sonra isə divarına yapışır, bu isə çəkir 7-8 gün. Ümumilikdə bu proses çəkir 14 gün. 4-5 gün boru ilə hərəkət edir, gəlir, düşür uşaqlıqda 2-3 gün sərbəst qalır, sonra isə uşaqlığa yapışır 7-8 gün. Baxın, bu ümumilikdə edir 14-15 gün, yəni daha çox 14 gün. 4-5 gün hərəkət, deməli, düşüb sərbəst qalması, uşaqlığa yapışması hamısı bir yerdə 14 gün çəkir. Bu 14 gün müddətində də sarı cisim qana hormon ifraz edir. Yəni bu təbii ki, əgər uşaqlığa yumurta hüceyrə düşübsə, uşaqlığa yapışıbsa, bu bunun hamiləliyin baş verməməsindən xəbər edir. Çünki yəni əgər yumurta hüceyrə uşaqlığa düşübsə, yəni rüşeym düşməyibsə, demək ki, mayalanma baş verməyib, sadəcə yumurta hüceyrədir. Demək ki, qadında aybaşı sikli baş verəcək. Deməli, sarı cisim bu proses boyunca yumurta hüceyrə partlayandan gəlib
uşaqlığa düşüb yapışana qədər, yəni 14 gün müddətində, bayaq dediyim 14 gün müddətində qana hormon ifraz edir və hamiləlik əgər baş vermədisə, öz funksiyasını yerinə yetirməyi dayandırır və yumurta hüceyrə uşaqlığın selektiv qişası ilə bərabər deməli, qanlı möhtəviyyatla bədəndən xaric olur. Neçə gün çəkir bu proses demişik? 20-30 gün, daha çox götürürük 28 gün. Amma ovulyasiyanın sayını mən sizə bayaq bu 28 günə əsasən dedim. Yəni 365 bölünsün 28. Sizə fərqli bir rəqəm verirsə, təkrar edirəm, 365-i həmin günə bölüb bir il ərzində neçə ovulyasiya baş verəcəyini tapa bilərsiniz. Ümumiyyətlə, aybaşı sikli baş verir 3 fazada. Birinci faza 4-5 gün aybaşı fazasıdır, hansı ki qadında bu müddət ərzində qanaxma baş verir. İkinci faza aybaşıdan sonraki fazadır, 9-10 gün davam edir. Sonra isə deməli 14 gün sarı cisim fazası baş verir. Demək ki, burada ovulyasiya baş verəcək. 4-5 gün aybaşı fazasından sonra 9-10 gün deməli aybaşdan sonraki faza olacaq. Ovulyasiya baş verəcək və sarı cisim fazası yaranacaq. Bu bayaq dediyim yumurta hüceyrə yarandı, boru ilə hərəkət elədi, uşaqlığa düşdü. Həmin mərhələlərdir bu 14 gün. Baxın, bu da kitabımızdakı şəkillərdə əslində. Baxın, aybaşıdan sonraki fazadan danışıram. Aybaşdan sonraki faza dedik ki, 9-10 gündür. Bu faza niyə var? Aybaşının uşaqlığın o qişası bərpa olsun, divarı bərpa olunsun deyə var və testlərdə soruşur ki, məsələn, uşaqlığın divarının ən az bərpa olunduğu gün nə vaxtdır? Bu 4-5 gün aybaşı baş verməyibmi? Ən az bərpa olunduğu gün bu 6-cı gündür. Çünki hələ təzə başlayıbdır da, hələ ən az bərpa olunduğu gündür. Deməli, aybaşı sikli ümumiyyətlə baş verir cinsi yetişkənlik dövründən klimaks dövrünə qədər. Yəni, qadınlarda 10-12 yaşdan cinsi yetişkənlik başlayır, klimaksa 45-55-ə qədər. Bu müddət ərzində hər ay qadında aybaşı sikli baş verir. Testlərdə məsələn soruşa bilir, qadının yaşını verir, soruşur ki, bu qadında neçə ildir ovulyasiya baş verir və yaxud aybaşı sikli baş verir. 10-12 yaşa əsasən hesablayacaqsınız minimum və maksimumu. Yumurta hüceyrənin 12-24 saat, spermatozoidin isə 2-4 gün mayalanmaq qabiliyyəti mövcuddur. Yəni ki, tamam, spermatozoid 2-4 gün yaşaya bilir. Amma yumurta hüceyrənin yaşama müddəti gördüyünüz kimi cəmi 12-24 saatdır. İndi gəlin baxaq görək, qadında hansı günlərdə mayalanma prosesi baş verə bilər. Qadının bax yumurta hüceyrəsinin yaşadığı gün yalnız bu 2 gündür. Aybaşının 14-cü, 15-ci günü. Nəyə görə? Çünki yumurta hüceyrə burada yetişdi, partladı 15-ci günə qədər, yəni 12-24 saat cəmi bunun ömrü var. Artıq sonraki günlərdə yumurta hüceyrə yoxdur. Amma yenə də bax bu günlərdə siklin 11-ci, 12-ci, 13-cü günlərində də deməli, əgər qadın orqanizminə spermatozoid daxil olarsa, mayalanma baş verə bilər. Nəyə görə? Axı spermatozoidin 2-4 gün ömrü var. Yəni, ayın 11-i daxil olan spermatozoid ayın 14-nə qədər yaşaya bilər. Ayın 14-ü deyirəm, 11-ci gün daxil olan 14-cü günə qədər yaşaya bilər. Demək ki, hələ də mayalanmaq ehtimalı mövcuddur. Nədir mayalanma? Yumurta hüceyrə və spermatozoidin birləşməsi nəticəsində ziqotun yaranması deməkdir. Ziqot da çevrilir çox hüceyrəli rüşeymə. Burada görürsünüz, ziqot yarandı, 2 yerə uzunla bölündü, eninə bölündü və nəticədə deməli çox hüceyrəli rüşeymə çevrildi. Bu prosesin harda getdiyinə diqqət edin. Baxın, boruda. Boruda mayalanma baş verdi, yəni bu ziqotdur, görürsünüz. Həmçinin çox hüceyrəli rüşeymin yaranması, rüşeymin ilkin inkişafı da boruda baş verir. İndi gəlin bir dənə bunu sizə deyim, unutmayın sonra. Necə yadımda saxlayıram ki, mayalanma boruda baş verir? Baxın, yumurta hüceyrə, bayaq dediyim, axı ki, 4-5 gün elə boru ilə hərəkət eləyir də. Elə yumurta hüceyrənin ömrü də 12-24 saat. Yarandı. Bu 4-5 gün hərəkət edib bura gəlsə, mayalanma burada baş verincə, axı yumurta hüceyrənin mayalanma qabiliyyəti itib gedəcək, onun müəyyən bir ömrü var. Ona görə elə mayalanma gəlir burada baş verir. Gəlir spermatozoid hərəkətli olduğuna görə mayalanma uşaqlıq borusunda baş verəcəkdir.
Sonra hamiləlik mərhələlərindən danışıram. 3 mərhələyə ayırırıq. Başlanğıc mərhələ, rüşeyin mərhələsi və döl mərhələsi. Başlanğıc mərhələ 6-7 gün, rüşeyin mərhələsi 2 ay, döl mərhələsi isə 7 ay çəkir. Başlanğıc mərhələsi düz mayalanma baş verən andan başlayır. Mayalanma baş verdisə, demək ki, başlanğıc mərhələ başladı. Gəldi, ziqot burada düşdü, bura yapışdısa, implantasiya baş verdisə, demək ki, başlanğıc mərhələ bitdi. Yəni, mayalanma baş verən andan implantasiyaya qədər başlanğıc mərhələdir. Ümumilikdə çəkir 6-7 gün, yəni yumurta hüceyrənin burayla hərəkət elədiyi və 2-3 gündə uşaqlıqda sərbəst qaldığı müddətdə başlanğıc mərhələdə olur. Sonra gəlir rüşeyin mərhələsi. Rüşeyin mərhələsi isə implantasiya baş verən andan cift yaranana qədər olur. Yəni, cift yaranana qədər bu hələ ki rüşeyimdir. Təxmini 2 ay çəkir. Çünki bax, 6-7-ci günündə yapışdı, 2-ci ayın sonunda cift yarandı. Cift yaranana qədər 2 ay rüşeyin mərhələsində olur. Təxmini 2 ay deyirik, çünki burada 6-7 gün başlanğıc mərhələyə aiddir. Artıq ciftin içində olan bir şeyə mən rüşeyim deyə bilmərəm. Cift əmələ gəldiyi andan artıq döl mərhələsi başlayır, yəni bu adlanır döl və doğuşa qədər də bu döl mərhələsi davam edir. Deməli, sarı cisim və cift adı çəkdim. Bunlar müvəqqəti daxili sekresiya vəzləridir qadın orqanizmində. Sarı cismin hormon ifraz etmək müddətindən danışaq əvvəlcə. Baxın, əgər hamiləlik baş verməsə, bildik ki, 14 gün hormon ifraz edəcək. Yəni, yumurta hüceyrə yaranandan 4-5 gün hərəkət edib, düşüb uşaqlıqda sərbəst qalıb, uşaqlığın divarına yapışdığı müddətdə 14 gün aybaşı baş verənə qədər sarı cisimdir. Hamiləlik baş verərsə, əgər döl hormon ifraz edənə qədər. Bax, döl dedik ki, üzr istəyirəm, döl deyirəm, cift hormon ifraz edənə qədər. Cift yarandı 2-ci ayın sonunda, amma hormon ifraz etməyə başlayır 3-cü ayın sonunda. Demək ki, 3-cü ayın sonuna qədər, cift hormon ifraz edənə qədər bu işi kim görür? Sarı cisim. Hamiləlik baş verməsə 14 gün, baş verərsə 3-cü ayın sonu, 4-cü ayın əvvəlinə qədər sarı cisim hormon ifraz edəcək. Ciftin isə cəmi 7 ay ömrü var, 6 ay isə hormon ifraz edir. 7 ay ömrü var, çünki 2-ci ayın sonunda yaranır, amma 1 aydan sonra hormon ifraz etməyə başlayır. Göbək ciyəsi döl və cifti birləşdirən bir vasitədir. Yəni, göbək ciyəsi vasitəsilə döl qidalanır. Anadan dölə bir göbək venası gedir, döldən anaya isə 2 göbək arteriyası. Göbək venasının tərkibində arterial qan, göbək arteriyasının tərkibində isə venoz qan mövcuddur. Üzr istəyirəm. Deməli, gördük ki, anadan dölə gedən damar vena damarıdır. Anaya gələn damar arteriya damarıdır, yəni döldən anaya gələn. Amma baxıram ki, vena damarının içində arterial qandır, göbək arteriyasının içində venoz qandır. Əlbəttə ki, anadan dölə yaxşı şeylər, oksigenli qan gedəcək, qidalı maddələr gedəcək. Döldən anaya gələn, yəni göbək arteriyasının içində isə venoz qan olacaq. Çünki döldən anaya karbon qazı, zərərli maddələr və s. Amma ana ilə dölün qanı qarışmır, ananın özünün ayrı, dölün ayrıca qan dövranı mövcuddur. Dölün qidalanması, tənəffüsü, ifrazatı ana ilə əlaqəlidir. Burada da ana bətnində inkişafı göstərmişik. Hamiləlik çəkir, bilirik ki, 270-280 gün, yəni 9 ay. Süd bəzlərində südün əmələ gəlməsini də soruşur testlərdə. Bu, hamiləlik dövründə baş verir, hormonlarla əlaqədar. Yəni, artıq hamiləlik dövründə qadının süd bəzlərində süd əmələ gəlmiş olur. Hipofiz vəzin 270-280 günün sonunda, yəni 9 ayın sonunda hipofiz vəzin oksitosin hormonu uşaqlığın divarına təsir göstərir. Uşaqlığın divarı yığılır və dölü bədəndən xaric edir. Mən bunu deyəsəm demədim, yox, kifayətdir bu. Uşağın inkişaf dövrlərindən danışsaq, deməli, uşaq doğulduqdan sonra yeni doğulma, yəni çağa dövrü başlayır. Hansı ki, o 1 ay müddətində 4 həftə çağa dövründə olur. Yerdə qalan 11 ay, yəni ilk 1 yaşdan 11 ay südəmər dövrü olur. 1 ay yeni doğulma çağa dövrü, 11 ay südəmər dövrü olur. 1 yaşından 3 yaşına qədər
qədər, bağçaya qədər yasli dövrü başlayır. Bilirik ki, uşaqlar 3 yaşında bağçaya getməyə başlayırlar da. 1-dən 3-ə qədər hələ bağçaya qədər dövrdür. 3 yaşından 6 yaşına qədər bağça dövrüdür. Yəni məktəbə qədərki dövr. Çünki 6 yaşından artıq məktəb dövrü başlayacaq. 6 yaşından 17-18 yaşına qədər isə məktəb dövründə olur. Yadınızda saxlayırsınız, cinsi yetişkənliyin hansı dövrə təsadüf etdiyini soruşur, məktəb dövrü deyəcəksiniz. Sonra gənclik dövrü başlayır 17-25 yaş arası, yetkinlik 22-60 yaş arası, ahıllıq 61-75 yaş arası, qocallıq 76-90 yaş, uzun ömürlülük isə 90-dan çox davam edir. Nədir akselerasiya? Uşağın fiziki və əqli inkişafının sürətli getməsidir. Bura təsir edən amillər, müsbət amillər idmanla məşğul olmaq, vitaminlə zəngin qida qəbul etmək, günəş işığında çox olmaq və təmiz havada çox olmaq. Cinsi yetişkənlik dövrü qızlarda 10-12, oğlanlarda 13-14 yaşına təsadüf edir. Bu dövrdə hər bir fərddə boy və çəki artımı, cinsi yetişkənlik, səsin dəyişməsi, dəridə piy vəzlərinin aktivliyi, sızanaqların əmələ gəlməsi və tər vəzlərinin inkişafı müşahidə olunur. Bu da belə. Məncə asan, yadda qalan mövzudur. Əsas burada bu siklin fazalarını ayırmaq, yəni tam olaraq nə vaxt yumurta hüceyrə yetişdi, nə vaxt qopdu, düşdü, hamiləlik, nə vaxt baş verdi, onun dövrləri falan, bunlara diqqət eləməlisiniz. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Bəyəndinizsə bəyənib, rəy yazmağı unutmayın. Videonu dostlarınızla da bölüşün ki, onlar da faydalansınlar. Sağ olun, salamat qalın.